Şeytanlar niye insanları aldadır? Şeytanın zaten vəzifəsi odur. Allah şeytanı niyə yaradıb insanları azdırır, insanları yoldan çıxardır? Burada bunu belə anlayacağıq. Şərrin yaradılması şər deyil, şərri işləmək şərdir. Yəni sən şeytana qulaq asmasan, dinləməsən, onun dediklərini əməl etməsən, sənə heç bir zərəri yox. Kim onu dinlirsə, o zərər görür. Ətrafında daha çox pis insan olanda sən də istər-istəməz təsirlənirsən. Sən də keçirsən onların safına. Onlardan zərər görürsən və yaxud da sən də zərər verməyə başlayırsan. Amma sən onlardan uzaqlaşsan, onlar sənə zərər verməyəcək. Yaxşı insanlarla bərabər ol, yaxşı yaşa deyək də. Pis insanlarla bərabər olanda başın problemdə olacaq. Ya polisdə olarsan, ya türmədə olarsan, ya həyatın puç olacaq, ya vatana, millətə zərərli bir insan halına gələcəksən. Bu tamamilə insanların özünə bağlı. Şeytan aldadır, sən aldanma. Şeytanın yaranmasının hikməti insanların tərəqqi eləməsidir. O pisliyə dəvət edəcək, sən çəkinəcəksən. Mənfi olacaq ki, müsbət bilinsin. Şər olacaq ki, xeyir bilinsin. Nur olacaq ki, zülmət bilinsin. Hər şey ziddi ilə bilinir. Məsələn, Allah odu yaradıb, düzdür? İstiliyi təmin edir, yeməyi bişirir, çayı qaynadır. Nə qədər faydaları var. Sən götürüb o odu atsan, od tayasın. Yanacaq. Evi atsan, ev yanacaq. Sənə xidmətkar üçün yaradılan o od sənin üçün şər oldu. Sən özün haqqında şər elədin. Yoxsa odun yaranması şər deyil ki. Bu şəkildə şeytanın varlığı da lazımdır. Sadəcə inanmamaq, arxası ilə düşüb getməmək, dediklərini eləməmək lazımdır.